Gerbin üzərindəki sümbül nəyi bildirir? Gerbin üzərindəki sümbül bərəkət rəmzidir. Neçə sahib, neçə samit səs var? 20 sahib, Yox. 20 sahib, 9 sahib, Yer kürəsinin çox hissəsi nə tutur? su, Hiss etmə orqanı hansıdır? Ən ağıllı varlıq hansıdır? insan, Ev heyvanlarının bizə faydası var. var, Niyə faydası var? Biz onları niyə saxlayırıq? ətini yeririk, sütünü içirik, Tükündən istifadə edirik, boynun yunundan istifadə edirik, düzdür? Şar hansı səslə başlayır? kişi, 7 çıx 5. Cavab neçə olar? 2, Toplama əməlinin komponentləri hansılardır? toplama, cəm, Bəs çıxma əməlinin komponentləri? azalan, fərq, Azalan, çıxılma. 4 ədədinin qonşuları hansı ədədlərdir? 5 və 3, 4 ədədi necə ədəddir? Bir də ədəddir. Yox, 4 ədədi necə ədəddir? Tək ədəddir, cüt ədəd. Niyə cüt ədəddir? çünki yarıya bölünür. 4 ədədin qonşuları necə ədədlərdir? 3 və 5 dedin. Necə ədədlərdir? Onlar təkdir. Afərin.